İnsan həyatında hər dövrün öz mənası var. Ən mənalı dövrlərdən biri də insanın ömründə davamlıq gənclik illərdir. Bu da təbiətin qanunudur, hamı yaşlanır, hamı dünyasını dəyişir. Hərənin bir izi adı qalır. Özümüz az yaşasaq da yerlə adımız çox qalsın, 100 illərə getsin. Mənim qonşum rəhmətlik Molla Muradxan Axund. Həm rayonumuzun Axundu olur, həm də qonşuda baba demişik. Molla Baba. Onun bir neçə şeiri var, onun içində dəyərlərin biri də gənclik şeiridir. Mən onun kitablarını ara-ara oxuyuram, şeirlərini maraqla oxuyub fikirləşirəm ki, nə yazıb burada. Molla Muradxanın bir gənclik şeiri məni çox tutdu, onu əzbərlədim. Deyir, nə qədər bərk tutdum, saxlayanmadım. Əlimdə gəncliyin ətəyi qaldı. Uçdu məhəbbətin bal arıları. Yerində quruca pətəyi qaldı. Fələyin sistəmi gülə-gülədir. Müsibət günlərim indən belədir. Ömrümü, günümü zaman ələdir. Ələkdə quruca kətəyi qaldı. Murad, yana-yana qalından belə. Nəfəsi keçmişlə alından belə. Otur boş-boşuna çalından belə. Gənclikdən bir xəyal tütəyi qaldı. O onu vurğulayır ki, yaşlaşmışam, cavanlıqdan danışa bilərəm, fəhləyə bilərəm ki, məsələn, cavanlıqda qaçan idim, vuran idim, amma indi xəyal eləyə bilərəm ki, gənclikdən bir xəyal tütəyi qaldı. Allah Molla Muradxana rəhmət eləsin. Allah rəhmət eləsin. Cavanlar haqqında bax belə bir gənclik şeiri yazır. Gözəl.